Sabahınız xeyir, xoş gördük sizləri. Mən Nalə Axundova. Bugün sizlərlə DİM 2024 nəşrindən 20 sınaq blok 3-ün suallardan 3-cü sınaq imtahanının suallarının izahlarını paylaşacağım. Çox sadə suallardır. Bu bölmədə rasional ifadələr, irrasional ifadələr və həqiqi üslü qüvvət bölməsinə yer verilibdir. Gedək suallarımıza. Çalışma 1. Dərəcələri fərqli olan A və B çoxhədləri üçün A üstəgəl B cəminin dərəcəsi 2n kvadrat çıxılsın, 3n A çıxılsın. B çoxhədlisinin dərəcəsi n kvadrat çıxılsın, 5n üzərinə gəl 8 olarsa, n-in kiçik qiymətini tapın. Əgər cəmlə fərqin dərəcəsini bu cür verilibsə, bilirik ki, cəmin və fərqin dərəcəsi qüvvəti böyük olan götürülür. Onda belə çıxır ki, elə 2n kvadratı çıxılsın 3n bərabərdir. N kvadratı çıxılsın 5n üzərinə gəl 8-dir. Sağdakıları sola keçirsək, 2n kvadratı çıxılsın 3n çıx n kvadratı üzərinə gəl 5n çıx 8 bərabərdir 0-dırsa n kvadratı üzərinə gəl 2n minus 8 bərabər 0 tənliyini vuruqlarına ayırsaq n üzərinə gəl 4 vurulsun, n çıxılsın 2, bərabər 0-dırsa, ya n-imiz -4-dür, ya n 2-dir. Bizdən tələb olunan kiçik qiymətidir, cavabımız -4, C variantı. Çalışma 2. Verilmiş belə bir kəsrin, ədədin kəsr hissəsini tapın. Kök altında 5-ci dərəcədən 49-un tam hissəsi 2-dir. Nəyə görə? Baxın, 1 üstü 5, 1-dir, 2 üstü 5, 32'dir. 3 üstü 5, 3 üstü 5'imiz 243'tür. Həmin 49 bu iki ədədin arasında olduğundan, 2 ilə 3 arasında olduğundan, yəni 2 üstü 5 ilə 3 üstü 5 arasında olduğundan tam hissəsi 2'dir. Kəsr hissəsi kök altında 5-ci dərəcədən 49 çıxılsın 2'dir. Bizdən də kəsr hissəsi soruşulur. Cavabımız A variantı. Baxaq, çalışma 4'ə. 3'ə. Deyilir ki, verilmiş bu ifadənin qiyməti həqiqi ədəd edən üçün belə bir ifadənin qiymətini tapın. Bilirik ki, cüt dərəcəli kökün daxilində A çıxılsın 5-də böyükdür bərabər 0-dan. 5 çıxılsın A da böyükdür bərabər 0-dan. Yəni, A 5-dən böyükdür. Eyni zamanda 5-dən kiçikdirsə, həm 5-dən böyük, həm 5-dən kiçik üçün ödəyən bir ədədimiz var. O da 5'dir. Buradakı A ədədinin yerinə 5 yazsaq, 3-cü dərəcədən 5'in kvadratı 25 üstə gəl 2. Oldu mu 3-cü dərəcədən 27? Cavabımız 3'tür. 3 D variantında. Çalışma 4. A-nın neçə tam qiymətində 16 böl A kubu ifadəsinin qiyməti tam ədəddir. Demək, məxrəc surətin bölənləri olmalıdır ki, 16 böl A kubunun tam ədəd olması üçün məxrəc 16'nın birinci bölənlərini yazıram. 1, 2, 4 və 8. Araşdırıram. Bu 4 ədədin içində, bir də bunların mənfisini götürəcəyik təbii ki, bunların içində A kubu şərtini ödəyən hansı ədəd vardır? Əlbəttə ki, A kubu 1-dirsə, A 1'dir, tam şərtini ödəyir. A kubu -1'dirsə, A -1 şərtini ödəyir, -1. A kubu 8'dirsə, A 2'dir, şərti ödəyir, tam şərtini və A kubu -8'dirsə, A ədədimiz -2'dir. Deməli, 4 qiymətində tam ədədə çevrilir. Çalışma 5. A-nın hansı qiymətlərində verilmiş ifadənin mənası var? Kəsr üstü qüvvətin əsası mənfi olmayan ədəddir. Əgər o kəsirdirsə, əsas mütləq müsbətdir. 1 çıxılsın 2A böyükdür 0-dan. -2A -1-dən böyükdürsə, A da 2-də 1-dən kiçikdir. Yəni, mənfi sonsuzluqdan 0,5'ə qədər A variantı. Çalışma 6. Verilmiş ifadənin ən kiçik tam qiymətini tapın. Gəlin bu ifadədən tamı ayıraq. X üstü 4 çıx 6x kvadrat üzərinə gəl 7. Bu x kvadrat çıx 3'ün mötərizən kənar kvadratı çıx 9 üzərinə gəl 7'dir. Yəni x kvadrat çıxılsın 3'ün kvadrat çıx 2'nin ən kiçik tam həlli -4.
2-dir Y variantı. Çünki bunun qiymətlər ublası -2-dən müsbət sonsuzluğadır. -2-dən müsbət sonsuzluğa. Ən kiçik qiymətdə -2-dir. Elə ən kiçik tam qiymətdə -2-dir. Çalışma 7. Verilmiş bu ifadəni sadələşdirin. Kökaltı ifadə konkret düsturdur. Y üzərinə gəl 2a-nın mötərizən kənar kvadratı. Üzərinə gəl. Kök altında y çıxılsın 3 üzərinə gəl 2a. Bir də mötərizən kənar kvadrat üzərinə gəl modul 3y üzərinə gəl 6a üzərinə gəl 1. Baxın, birinci kökdən y üzərinə gəl 2a çıxır. İkincindən elə y çıx 3 üzərinə gəl 2a. Üçüncü moduldan 3y üzərinə gəl 6a plus 1 çıxır. Bax, burada nələr sadələşir. Burada 1, 3 y-im var. 1 y-imiz, bir dənə də y-imiz var. Bu etdi. Demək 5y plus 2, 2, 6. Ona -3 müsbət 1 çıxılsın 2. Cavabımız A variantı. Çalışma 8. Verilmiş bu ifadədə gəlin birinci ortaq məxrəcə gətirək. Ortaq məxrəcimiz A üstə gəl 2b vurulsun, A çıxılsın 2b-dir. Birincini A çıxılsın 2b-yə, ikincini A üstə gəl 2b-yə vursaq. A çıxılsın 2b-nin mötərizən kənar kvadratı çıx, A üstə gəl 2b-nin mötərizən kənar kvadrat. Amma bir də üssü -1-imiz var. Digərini olduğu kimi saxlayacağım. A kvadrat üstə gəl 4b kvadratı böl, A kvadrat çıxılsın 4b kvadratı. Bu bərabərdir. Kəsri qüvvəti -1-dir deyə onu tərsinə çevirsəm A kvadrat çıx 4b kvadrat kimi yığacam. Sürətlə məxrəcdə yazıb kvadratını açıram. A kvadrat çıxılsın 4ab. Üzərinə gəl 4b kvadratı. Qarşıda çıxma əməli var. Çıx A kvadratı. Çıx 4ab. Çıx 4b kvadratı vur. A kvadrat üzərinə gəl 4b kvadratı böl. A kvadrat çıx 4b kvadrat. Bu ikisi bir ixtisar gedir. A kvadratları 4b kvadratları izah olunur. A kvadrat üzərinə gəl 4b kvadrat böl -8 AB. Belə bir cavabımıza baxaq, harda var? Niyə oxşuyur? Cavabımız bəli, Y variantı. Çalışma 9. Verilmiş bu ədədləri müqayisə etmək üçün gəlin onları qüvvət formasında göstərək. X üstü 4-də 5, B bərabərdir. X üstü 2-də 3, C bərabərdir. X üstü 6-da 7. Yəni, x üstü 1 tam 4-də 1, x üstü 1 tam 2-də 1, x üstü 1 tam 6-da 1. Əsas 0 ilə 1 arasındadırsa, qüvvəti böyük olan, kiçik olan böyükdür. Və buradakı tamlara baxmasam, qüvvəti kiçik olan C-dir deyə ən böyüyü C-dir, sonra A-dır, sonra isə B-dir. B, A, C. Cavabımız A variantı. Çalışma 10. M parametrinin hansı qiymətində verilmiş kəsir ixtisar olunandır? İxtisar olunması üçün sürətin köklərindən biri məxrəcin kökü, yəni 3 olmalıdır. Gətirib x-in yerinə 3 yazsam, 3-ün kubu üzərinə gəl 3m, çıx 12 bərabərdir 0-a, 3m bərabərdir 27-dən 12-sini çıxıram. 15 sağa keçirdik -15, m də bərabərdir -5-dir. D variantı. Çalışma 11. Baxın, verilmiş bu ifadənin qiymətini tam ədəd edən ən kiçik natural qiyməti tapmaq üçün əvvəlcə gəlin 648-i bir parçalayaq. Demək, 648 216 vur neçədir? 3-dür də, düzdürmü? 216 da 6-nın kubudur deyə. Fikir verin. 6-nın kubu vur 3-ü. Burada parçalayın birbaşa yazaq da. 2-nin kubu vur, 3-ün kubu vur 3-dür. 2-nin kubu vur 3 üstü 4'tür. Getirdim burada yerine yazdım. Kökdə 5-ci dərəcədən A vurulsun, 2-nin kubu vurulsun, 3 üstü 4. Bunun kökdən çıxması üçün ən azı bu 2 ilə üçün qüvvətini mən 5-ə tamamlamalıyam. 5-ə tamamlamaq üçün 2-nin 2 dərəcədən, 3-ün 1 dərəcədən qüvvəti çatmır. Yəni 4 vur 3 cavabımız 12-dir. A variantı. Çalışma 12. Vermiş bu ifadəni sadələşdirmək üçün əvvəlcə kökün daxilinə diqqət yetirin. Kök altında A üzərinə gəl 2 kök altında 3A üzərinə gəl 3. Bir də çıxılsın kökdə A. Kökün daxili kökdə A üzərinə gəl. Kökdə 3-ün mötərizən kənar kvadratıdır.
2 kökdə üzərinə gəl, köklüyü çıxır. Bir də çıx kökdə, kökdağlar islah olunur, geriyə qalınır. C variantı kökdə 3. Çalışma 13. A üstə gəl 1 böl A 4 olarsa, A çıxılsın 1 böl A-nın kiçik qiymətini tapın. Belə bir düsturumuz var. A çıxılsın B-nin mötərizənkənar kvadratı, A üstə gəl B-nin mötərizənkənar kvadratı, çıx 4 AB-dir. Yəni A çıxılsın 1 böl A-nın mötərizənkənar kvadratı, A üstə gəl 1 böl A-nın mötərizənkənar kvadratı, çıx x-in hasilinin 4 misli. Yəni elə 4. 16 çıx 4. Oldu mu 12? Hər iki tərəfdən kök alsam. A çıx 1 böl A-mız 2 kökdə 3'dür. Yəni A çıxılsın 1 böl A. Ya 2 kökdə 3'dür, ya mənfi 2 kökdə 3'dür. Bizdən kiçik qiymət soruşulur. Mənfi 2 kökdə 3 A variantı. Çalışma 14. X üstü 8 çıx 4x üstü 4 plus 1 0 olarsa x kvadrat plus 1 bölü x kvadrat ifadəsinin qiymətini tapın. Baxın, gəlin hər birini x üstü 4'ə bölək. Bu cür sağlı sollu. Geriyə nə qalır? X üstü 4 üzərinə gəl 1 bölü x üstü 4. Burada 1 çıx 4'üm qalır. Onu da sağ tərəfə keçirəcəm. Bərabərdir 4. İndi həmin bu x üstü 4'ü yazaram. X kvadratının kvadratı. X kvadratının kvadratı plus 1 bölü x kvadratının kvadratı ki, ona da a kvadrat plus b kvadratdan düsturunu tətbiq eləyək. X kvadrat plus 1 bölü x kvadratının mötərizənkənar kvadratı çıx 2x kvadrat vur 1 bölü x kvadratı 4'tür. X kvadratları islah olunur. X kvadrat plus ixtisar gedir. X kvadrat plus 1 bölü x kvadratın kvadratı bərabərdir 6'dır. Hər iki tərəfdən kök alsam cavabımız kökdə 6'dır. B variantı. Çalışma 15. Emin neçə tam qiymətində verilmiş bu kəsir tam ədəddir. Gəl birinci ayrı-ayrı kəsirlərdə yazaq. 2m üstü 5'i bölürəm m üstü 4'ə. 2m. Üzərinə gəl. M-in kvadratı çıx. 256 bölünsün m üstü 4. Bunu necə yazmalıyam? Bunu olduğu kimi saxlayıram. Bunu 4 böl m-in üstü 4 kimi yazam ki, məxrəc surətin hansı bölənlərdə o daha rahat gözümə görünsün. M 4'ün bölənləri olan 1'dir, 2'dir, 4'dür. Tam deyib deyə mənfi 1, mənfi 2, mənfi 4. Cəmi 6 qiymətində tam ədədə çevirəcək bu kəsirə. Cavabımız A variantı. Çalışma 16. Vermiş bu ifadəni sadələşdirmək üçün birinci diqqət etməli olduğunuz hissə cüt dərəcəli, kökdə tək dərəcəli qüvvəti araşdırmaqdır. Bu bizə informasiya verir ki, 2x ondan böyükdür. Yəni 2x minus 10 mənfi olmayan ədəddir. 2x ondan böyükdürsə x 5'dən böyükdür. Bu baxımdan 15 çıx 3x mənfidir. Amma 3x minus 15 müsbətdir. Plus ikincindən elə 2x minus 10, üçüncündən 2x minus 10 çıxır. Bu da 7x çıxılsın. 35'dir. C variantı. Çalışma 17. Burada bir bərabər sözü vardı. Hedefdə görünmür bərabər. Deməli, verilmiş A və B ədədlərinin standart şəklində yazılışında deyir tərtibləri bərabərdir. Yəni, birinci bunu 5'dan %22 vur, 10'un kvadratı vur, 10 üstü m üstə gəl 3 kimi yazıram. Yəni, A ədədimiz 5'dan %22 vur, 10 üstü m üzərinə gəl 5'dir. B ədədi 1,7 vur 10, vur 10 üstü n çıxılsın 3'dür. Yəni 1,7 vurulsun 10 üstü. Bunun qüvvəti 1'dir. Topladıqda n çıxılsın 2'dir. Tərtibləri bərabərdirsə m üzərinə gəl 5, n çıxılsın 2'dir. Onda m çıx n, mənfi 2 çıx 5, mənfi 7'dir. A variantı. Çalışma 18. Verilmiş bu ifadələrin qiymətləri qarşılıqlı tərs ədədlər olarsa A kvadrat çıxılsın 4'ü tapın. Qarşılıqlı tərs ədədlər hansı ədədlərdir? Hasili 1'ə bərabər olan ədədlər. Plus 2 kökdə 3-cü dərəcədən A plus 4 bərabər 1. Bəs bu ifadə kublar fərqinin açılışı deyilmi? Birincinin kubu A çıxılsın, ikincinin kubu. İkincinin kubu, 2'nin kubu 1'dirsə, onda A ədədimiz 1 üstə gəl 8, 9'dur. Bizə də deyir, kvadrat çıxılsın, 4'ü tapın. 9'un kvadrat çıx 4, cavabımız
77-də D variantı. Çalışma 19. Tam hissəsi 5. Kəsir hissəsi 0,7 olarsa A ədədinin, bizə konkret verib A ədədinin. M bərabər A üstə gəl 2,31 ədədinin tam hissəsini tapın. Bunda belə çıxır ki, A ədədi elə 5,7-dir. M də bərabərdir 5,7. Üzərinə gəl 2,31. Bu da bərabərdir 8,1-dir. Bizdən də həmin bu ədədin 8,1-in tam hissəsi soruşulur. Cavabımız 8-dir. C variantı. Çalışma 20. Verilmiş ədədi kökün daxilinə daxil etmək üçün birinci baxıram, baxın, tək üstü qüvvətlər. Kökün daxili mənfidirsə, x mənfidir. Cüt bizə informasiya vermir ki, x-in mənfiliyi, müsbətliyi haqqında və yaxud da dəyişən müsbət mənfiliyi haqqında. Amma kökün daxilindəki tək üstü qüvvət müsbətdirsə kökün daxili, o x dəyişəni müsbətdir, mənfidirsə, həmin o dəyişən mənfidir. Deməli, nağda x-imiz mənfidir. Bu x kubu kökün daxilinə daxil etdikdə mənfidir bu. Onun mənfisini saxlayıram xaricdə. Birinci bunu yazaq. Bununla işimiz yoxdur. 4 dərəcədən y üstü 6. Bu üstü 3-ü x üstü neçə kimi? 6. 4 dərəcədən qüvvətə yüksəldəcək. 4-ü vuram 3-ə. 12 vur. Bu 4-ü də 4-ə vuracam. Y üstü 16. Bu bərabərdir. Mənfi kökdə 4 dərəcədən. Y üstü 16 ilə y üstü 6 gedir 10. Mənfi x üstü 17. Belə bir cavabımız olmasa da burada kökün dərəcəsi düşməyib. 4-cü dərəcədəndir. Cavabımız A variantı. Çalışma 21. Verilmiş A və B ədədləri arasındakı aşağıdakılardan hansı doğrudur? Gəlin hər iki tərəfi kvadrata yüksəldək. A üzərinə gəl 2 kökdə AB, üzərinə gəl B bərabərdir. A üstə gəl B, üstə gəl 2. A'lar B'lər islah olunur. 2 kökdə AB bərabər 2-dirsə, kökdə AB'miz 1-dir. Hər iki tərəfi kvadrata yüksəltsək, AB hasilimiz 1-dir. A variantı. Çalışma 22-də. Verilmiş bu ifadəni mənalı edən A və B əhəqqi ədədləri üçün AB hasilinin kiçik qiymətini tapın. Baxın, kökün daxilində 10-cu dərəcədən mənfini çıxararam mötərizə xaricinə. Heç ehtiyac yoxdur. Kök altı ifadələri böyük bərabərdir 0. Mənfi A kvadrat plus 4-ə çıx 4. Cüt dərəcəli böyük bərabər 0. Mənfi B üstü 4. Üzərinə gəl. 18 B kvadrat çıx 81. O da böyükdür bərabər 0-dan. Mənfiyə vurub işarəni dəyişərəm birincində. Nə alınır? Bir dənə baxaq. A kvadrat çıxılsın 4-a. Bir də üzərinə gəl 4. Kiçikdir bərabər 0-dırsa, açılsın 2-nin kvadratı. Kiçikdir bərabər 0 ki, bu yalnız A-nın 2 qiymətində mümkündür. Kökün daxili, daha doğrusu bu ifadəni mənfiyə vursam, B üstü 4 çıx 18 B kvadratı plus 81 kiçikdir bərabər 0-dan. Bu da B kvadrat çıx 9-un mötərizənin kənar kvadratıdır ki, o da yalnız və yalnız mötərizənin içi 0 olduqda doğrudur. Modul B 9-dursa ya B'imiz 3'dür ya mənfi 3'dür. Bir halda AB hasili olur 6. Bir halda AB hasili olur mənfi 6. AB. Bizdən də soruşur. Kiçik qiymətini araşdırın. Cavabımız mənfi 6. B variantı. Çalışma 23. Cəmi 12-yə bərabər olan 2 müsbət ədədin həndəsi ortasının böyük qiymətini tapın. Bunu müxtəlif versiyalarla da yazmaq olar. Ki, onlardan biri koş ilə getməkdir. A üstə gəl B böyük bərabərdir. 2 kökdə AB-dir. Bizə verib A da müsbətdir. B də müsbətdir. 2 kökdə AB bizə də cəm 12 verib. Kiçikdir bərabərdir 12-dən. Kökdə AB-də kiçikdir bərabər 6-dan. Bizə də deyir, həndəsi ortasının böyük qiymətini tapın. Bunda həndəsi ortasının böyük qiyməti neçə olacaq? 2 müsbətdirsə 0,6 bu cür 0,6 parçasında dəyişəcək ki, ən böyük olacaq 6. Bu üsulla da yaza bilərik. Və yaxud da ki, bu ədədlərdən birinci x-dirsə, ikinci 12 çıx x-dir. Hasilinin törəməsini bərabər eləyirəm 0-a. Yəni, 12x çıx x kvadratının törəməsi 0-dırsa, 12 çıx 2x 0-dır. X-imiz 6-dır.
X 6'dırsa o 6'da digər də 6'dır. Kök altında o ikisinin hasilinin ən böyük qiyməti ilə 6'dır. Verilmiş bu kəsirin ən böyük qiymətini tapmaq üçün birinci məxrəci vuruqlarını ayıraq. Kök altında açılsın ki, kvadratlar fərqi kimi ayırırsınız. Sonra ixtisar getdi, düzdür. Geri qaldı kökdə plus 2. Amma diqqət yetirin. Bizə deyir ən böyük qiymət. Ən böyük qiymət nə zaman olar? Məxrəcin ən kiçik qiymətində kəsirin ən böyük qiyməti olar. Bəs məxrəc A-nın hansı qiymətində ən kiçik qiymətə çevrilər? A-nın 0 qiymətində. Bizə də deyir ən böyük qiymətini tapın. A-nın yerinə 0 yazsam, cavabımız olacaq 2'də 1. Yəni 0,5. Çalışma 25. M sayda ədədin ədəd ortası 3'dür. Tutaq ki, A olsun bu ədədlərin cəmi. M sayda ədədin ədəd ortası, yəni A bölünsün M bərabər 3'dürsə, onda həmin ədədlərin cəmi bərabərdir 3M-də. Olsun ədədlərin cəmi. Bu ədədlərin hər birindən 2 çıxdıqda, onda 3M həmin cəmdirsə, M saydadırsa, 2 çıxsam onda 2M olacaqdır. Alınan ədədlərin ədəd ortası, yəni bölüm. Bu da bərabərdir. M bölünsün M bərabərdir. Cavabımız 1'dir. Çalışma 26. A-nın neçə natural qiymətinə verilmiş ifadənin mənası var. Kəsr üstü qüvvətinin əsası mənfi olmayan ədəddir. Açılsın ki, böyük bərabər 0-dırsa, A böyük bərabərdir 2-dən. 7 çıxa böyük bərabər 0-dır. Çünki cüt üstü qüvvətimizdir. Mənfi A böyük bərabər mənfi 7-dən. A da kiçikdir bərabər 7-dən. 2-dən böyükdür və 7-dən kiçikdir. Üst-üstə düşür 2, 7 parçası. Bu parçadakı tamların sayı 7'den 2'sini çıxıb üstünə 1 gəlirəm. Cavabımız 6'dır. Çalışma 27'də. İfadələr üçün uyğunluğu müəyyən edin. Baxın, minus olan mötərizənin içində əgər daxilində də kvadrat var, xaricində də kvadrat varsa ifadəni. Minus olan mötərizə ümumi 0'dır. Plus olan mötərizədə dəyişən 0'dır. Geriyə nə qaldı? 4 üstü 4 üzərinə gəl 7. Yəni 256 üzərinə gəl 7. Bu da 263. Belə bir cavab Y variantındadır. 1'ə Y aiddir. İkincidə hər iki mötərizənin içi 0'dır. Hər iki mötərizə 0'a bərabər. Çünki minus olan mötərizədir. Ən kiçik qiyməti 7'dir. Yəni 2'yə C aiddir. Üçüncüdə yeni minus olan mötərizə 0'dır. Plus olan mötərizədə dəyişən 0'dır. 14'ün kvadratı 196. Üzərinə 7 gələndə 203. Cevabımız A. 1Y, 2C, 3A'dır. Çalışma 28. 300 daha 16 olarsa belə bir ifadənin qiymətini necə tez tapın? Gəlin baxın, bunu parçalayaq. Bunu bu cür yazaq. Demək, 3 üstü A bölü 2 vurulsun 3'ün kvadratı. 300 tane də bizə verib 16. Hər iki tərəfin qüvvətini, mənə A bölü 2 lazımdır axı. Baxın, bunun da qüvvətini 2'yə bölürəm. 16'nın da qüvvətini 2'yə bölürəm. Bu sizcə 4 deyilmi? 16 üstü 2'də 1. Bu bərabərdir. 3 üstü A bölü 2'nin yerinə 4 vur 9. Cevabımız 36'dır. Çalışma 29. Vermiş bu bərabərsəyi ödəyin. A-nın natural qiymətlərinin cəmini tapın. Gəlin, hər 3 hissəni 3 dərəcədən qüvvətə yüksəldək. Bu olacaq 3'ün kubu, orta olur A, sağ tərəf olur 8. Kök altında 27 və 8 arasındakı olan naturallar. 27'den yuxarı 36'dan 6 və 49'dan 7 çıxır. Biri 6'dır, biri 7'dir. Bizdən cəmi soruşulur. Cavabımız 13'dür. Çalışma 30. A mənfi 1'dən böyük olduqda belə bir ifadənin ən kiçik qiymətinin 6 olduğunu ispat edin. Gəlin, birinci tamı ayıraq. Tam kvadrat. A üstə gəl 1'in kvadratı. Çıx 1, üzərinə gəl 10. Bölünsün A üstə gəl 1. Yəni, A üstə gəl 1'in kvadratı, üzərinə gəl 9. Bölünsün A plus 1'i ayrı-ayrı kəsirlərdə yazaq. A plus 1'in kvadratı böl A üstə gəl 1. 9 böl
A üstəgəl 1. Yəni A üstəgəl 1 üzərinə gəl 9 bölü A üstəgəl 1. Qoşunu tətbiq etsək, böyükdür bərabər 2 kökdə A üstəgəl 1 vurulsun 9 bölünsün A üstəgəl 1. Yəni 2 kökdə 9, o da 6. Bu ifadənin qiymətlər oblası 6 müsbət sonsuzluqdur. Bizdən də ən kiçik qiymətinin 6 olduğu isbatı soruşulur. Ən kiçik qiymətinin 6 olduğunu araşdırdıq. Hələlik bu qədər. Biz sizinlə 2024 blok 20 sınaqdan birinci qruplar üçün 3-cü sınaq imtahanının izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.